Məmməd səhər tezdən darvazanın ağzında düta-düta oyanıb tələm-tələsik bayıra çıxdı. Eşşək Qasım ki, eşşək Qasım, nə olub? Heç nə, gəlmişəm də, deməmişdin? Dünən Məmməd Qasımı tapıb, daskıçını danışıb, onu gəlib tezdən mal bazarına aparmağı tapşırmışdı. Qasımı gedib qayıtmaq üçün axır ki 40 manata razı salandan sonra ailə yığıncağı keçirməyi planlamışdı Məmməd. Arvadının sədrliyi ilə hamıza tək bir balacanın müxalifətçiliyi ilə iclasa yekun vurulmuşdu ailə toplantısına. Ailə məclisi çox gərgin işdi desəm, inanarsınız da yəqin. Yəni buna bir plenar iclas da demək olardı. Ata, mənə bir velosiped alarsan inəyin puluna. Alaram. Ata, qonşu Gülünün paltosundan, başmağından mən də istəyirəm. Olar. Niyə olmur? Alaram. Tək xırda oğlu bu satışın əleyhinə oldu, cəmi bir səslə. Bütün demokratik cəmiyyətlərdəki kimi 1 və 8 səslə qərar qəbul olundu. Hələ zərərmi, xeyirmi hadisələrin axarına buraxaq. Hələ irəlidə mal bazarınacan yol var. Yolda inəyin başına gələcəklər var. Bazarda 40 quldurlar var. Bazardır da. Gecə iclası bağlı keçəndən sonra Məmməd bircə tövləyə girdi. 2 ildir evin bir üzvü kimi xətrini istədiyi dananın başını sığalladı. Hə, Qaragöz, bizimki bura qədər deyib, inəyin yanına bir-iki təsəlli şapalağı da vurub tövlədən çıxdı. Səhər açılmaq istəyirdi ki, bu eşşək Qasımın şərtləşdiklərindən yarım saatda qabaq qapının ağzında siqnallayırdı. Zalım balası, eşşək ki, eşşək. Kim qoyub bu ayamanı, min halalın olsun Qasım. Adının haqqını sən də qüsursuz verirsən. Məmməd tövlə tərəfə baxanda balaca oğlunun tövlənin qabağında durduğunu gördü. Boy, bəlkə bu gecədən heç yatmayıb, oğluna sarı getdi. Əllərini yana açıb, qoymaram ay dədə deyib ağlayırdı. Silahı olsaydı, uf demədən dədəsini də, anasını da, hətta o xain bacı qardaşlarını da güllərin ağzına verərdi yəqin. Dövlət baba yaxşı ki, bu məsələyə yerindəcə əl qoyub, bütün evlərdən isti silahları yığışdırmışdı. Soyuq silahlar isə hələ qərar aşamasında idi. Siqnalın səsinə arvad da oyanmışdı. Ay kişi, bəlkə heç satmayasan, əlinin bağrı çatlayacaq valla. Ay dədə, nə olar satma mənim inəyimi, aparma, satma deyib fəryad edirdi. Əli dədəsinin az qala ayağına sərilirdi. Oğlum, bax sənə bundan da qəşəyini alıb gətirəcəm deyib əli ilə oğlunu kənara çəkdi. Əlqərəz, Qasımla Məmməd köməkləşib dananı kuzova qaldırdılar. Dana da özünə görə biri deyildi. Sanki bunu gəzintiyə aparırlarmış kimi havası var idi. Bir çırtmıq çalıb oynamırdı. Deyirəm, bu həyatda heç nəyə etibarzat qalmayıb. Bir boyur, bir qaçmağa can at. Heç olmasa onu ortaran, suyunu qoyan dostuna bir təsəlli ver ki, qayıdıb gələcəm de. Gözlə məni, Əli de. Yox anam, yox atam. Danada tük yox idi. Əli də ağlayıb özünü yerə sürtməkdə olsun, sür deyə Məmməd Qasımın kürəyinə vurdu. Maşın bir-iki dəfə irəli geri gedib xodlandı. Yol boyu Məmməd
yan güzgüdən maşının dikiz aynasından dana ilə söhbətə girişdi. Bir yandan da oğlunun xəyalı ilə danışdı. Nə edim, ay Əli, ay Qaragöz, evdə un yox, yağ yox, evin damı yox, yağış təpəmizdə, uşaqlar da yarı çılpaq deyə düşünüb inəklə öz aləmində vidalaşırdı. Əşi, bu günlükdür, ağlayıb kiriyəcək. Ona da dananın pulu ilə bir ucuzlu velosiped alanda dananı da elə məni də unudar. Budur heyvanların bazarı. Heyvandan çox insanlar ortada qaynaşırdı. Bu nədir? Bir inəyi elə bil 50 adam gətirmişdi bazara. Səsdən inəklərin böyürtüsü, quzuların mələşməsi mükəmməl olmasa da bir serenada babındaydı. Qaragözün maşından düşməyi sanki bir qarşılama mərasimi, törən kimi oldu. Poxu, bu adamlar gecədən sanki Qaragözü gözləyirmiş kimi onu mühasirəyə aldılar. Hərəsi Məmmədin qolundan, yaxasından tutub bir tərəfə dartışdırmağa başladılar. Keçiyə deyirsən, ay kişi, bu dananı deyib ard-arda suallar verdilər. Sanki yer üzündə, daha doğrusu bazarda Qaragözdən başqa mal yox idi. 1500-ə deyirəm. Enən yeri, enmək zat yox, son qiymət. Bir tükünü çək, yağ damır, ən azı 100 kilo əti var. 1400-ə Allah xeyir versin. Yox, 1300 ver, bu dəqiqə pulunu sayım. Yox, 1500-dən 1 manat enmərəm. Məmməd də öz dediyini dedi. Bu zaman bunların arasından nahamvar biri, insafınız olsun, mənim olsa ha, bu dananı 2000-dən aza satmaram. Məmmədin bu sözdən ürəyi necə atlandısa, dönüb sözü gedən adamı öpməyi belə ağlından keçirdi. Qardaş, mən bu inəyi dediyin qiymətə alıram deyib, əlini Məmmədə uzatdı. Məmməd dananı hələ tez satılmağına sevinsə də, fikri kişinin dediyi sözün yanında qaldı. Doğrudan kaş elə 2000 deyəydim deyə düşündü. Ha, keçdi. Qardaş, gəl çəkilək bir tərəfə, haqq hesabımızı edək. Məmməd dananın ipini Qasıma verib, müştəri ilə yaxındakı taxta oturacağa tərəf getdilər. Qardaş, halal xoşun olsun. Bax, bu 1, 2, 3, ta 15 ədəd yüzlüyü şarta-şartla Məmmədin ovucuna sahib qoydu. Dehi, Allah sənə də xeyir versin, mənə də. Məmməd dananın ipini öz əlləri ilə adama verdi. Hətta maşına qədər dananı itələdi də. Bir əli isə sol cibindəki yüzlüklərin sığalladı. Sonra başı ilə Qasıma işarə elədi. Biz də yolumuza. Aldığı pulları cibindən çıxarıb bir də saydı. Düz 15 şax yüzlüklər cır-cır cırıldayırdı. Kəndə çatar-çatmaz kəndin dükanının qabağında maşını saxlatdırdı. Ay Qasım, qoy yüzlüyün birini xırdalayım, həm sənin pulunu verim, həm də uşaqlara 1-2 yeməli şey meyalım. Məmməd mağazaya girdi. Qasım da gözləmədə. Birdən içəridən Məmmədin bir qıyya səsi kəndin ortasınacan getdi. Daha orasını dəqiq deyə bilmərəm, ortasınacan getdi, ya başınacan. Əşi fərqi nəyi? Əsas o idi ki, Məmmədin səsi dağa daşa od saldı. Vay, evin yıxılsın bu pulları mənə verən deyib,
özünü çölə atdı. Qasım əvvəl işin nə yerdə olduğunu dərk edə bilmədi. Eşşəyi idi axı. Evin yıxılsın, dana getdi heç nəyə. Bu an nə gedən inək Qasımın vecinə idi, nə də Məmmədin fəryadı. Əlindən çıxan 2.20-liyin hayında idi Qasım. Eşşək Qasım bugün içə bilməyəcəkdi. Müəllif Arzu Ada.